Susturulmuş həqiqətlərin səsi, gecikmiş ədalətin tələbi və tarixin vicdan imtahanıdır. Tarix yalnız xatırlanmaq üçün deyil, nəticə çıxarmaq və gələcəyi düzgün qurmaq üçündür. 31 Mart Azərbaycanlıların soyqırım günü Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış faciələrdən biri olmaqla yanaşı, həm də beynəlxalq hüquq, siyasi məsuliyyət və tarixi ədalət baxımından ciddi təhlil tələb edən hadisədir. 1918-ci ilin mart-aprel aylarında baş verən qırğınlar təsadüfi və lokal xarakter daşımırdı. Tarixi mənbələr və araşdırmalar göstərir ki, bu hadisələr əvvəlcədən hazırlanmış, məqsədyönlü şəkildə həyata keçirilmiş zorakılıq aktları idi. Erməni daşnaq silahlı dəstələri və radikal millətçi qruplar tərəfindən törədilən bu qırğınlar Bakı şəhərində başlayaraq Şamaxı, Quba, Qarabağ, Lənkəran və digər bölgələrə yayılmışdı. Müxtəlif mənbələrə görə on minlərlə Azərbaycanlı mülki şəxs qətlə yetirilmiş, yüzlərlə kənd və yaşayış məntəqəsi dağıdılmışdı. Xüsusilə Şamaxıda 70-dən artıq kəndin yerlə yeksan edilməsi, Qubada kütləvi məzarlıqların aşkar olunması bu hadisələrin miqyasını və qəddarlığını açıq şəkildə ortaya qoyur. Quba ərazisində aşkar edilmiş kütləvi məzarlıq faktı bugün də həmin dövrdə törədilmiş cinayətlərin canlı sübutu kimi qiymətləndirilir. Tarixi sənədlər, o cümlədən dövrün istintaq materialları və şahid ifadələri göstərir ki, qətlə yetirilənlərin böyük əksəriyyəti qadınlar, uşaqlar və qocalar olmuşdu. Bu hadisələr müasir beynəlxalq hüquq prizmasından qiymətləndirildikdə soyqırım, insanlığa qarşı cinayət və etnik təmizləmə anlayışlarına tam uyğun gəlir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş müvafiq konvensiyalarda bu tip əməllər ən ağır cinayətlər kimi tanınır və onların zaman keçməsindən asılı olmayaraq hüquqi qiymət almalı olduğu vurğulanır. Lakin 1918-ci ildə regionda mövcud olan siyasi xaos, dövlət institutlarının zəifliyi və beynəlxalq güclərin maraqları bu cinayətlərin obyektiv araşdırılmasına və hüquqi qiymət almasına imkan vermədi. Bugün əsas məsələ təkcə həmin hadisələri xatırlamaq deyil, onları düzgün siyasi və hüquqi kontekstdə təqdim etməkdir. Azərbaycan dövləti artıq müstəqil və beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirilmiş bir oyunçu kimi bu istiqamətdə daha sistemli fəaliyyət göstərmə imkanına malikdir. Tarixi faktların beynəlxalq platformalarda təqdim olunması, arxiv materiallarının açılması və elmi əsaslı tədqiqatların genişləndirilməsi bu prosesin mühüm tərkib hissəsidir. 31 Mart hadisələri həm də bizə dövlətçilik baxımından ciddi dərslər verir. Tarix göstərir ki, zəif dövlət, parçalanmış cəmiyyət və ideoloji təxribatlar faciələri üçün zəmin yaradır. Bu baxımdan milli birlik, güclü dövlət institutları və sağlam ictimai şuur yalnız inkişaf üçün deyil, həm də təhlükəsizliyin təminatı üçün vacibdir. Eyni zamanda bu faciəyə yanaşmada emosional retorika ilə yanaşı faktlara söykənən, hüquqa əsaslandırılmış və beynəlxalq auditoriya üçün anlaşılan dilin seçilməsi xüsusi əhəmiyyət daşıyır. Ədalət yalnız tələb olunmur, həm də sübut edilir və əsaslandırılır. 31 Mart yalnız matəm günü deyil, o həm də beynəlxalq ictimaiyyətə ünvanlanan bir çağırışdır. İnsanlığa qarşı törədilən cinayətlər unudulmamalı, onlara obyektiv hüquqi qiymət verilməlidir. Tarixi həqiqətlərin qəbul edilməsi yalnız bir xalqın deyil, bütövlükdə bəşəriyyətin ədalət olan inamını gücləndirir. Biz keçmişi dəyişə bilmərik, lakin ona verdiyimiz qiymət və çıxardığımız nəticələr gələcəyimizi müəyyən edir. 31 Mart hadisələrini unutmayaraq və onları düzgün təqdim edərək biz həm tariximizə sahib çıxırıq, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizi yerinə yetiririk.